sual. Nafilə orucların arasında ən əfsəl oruc hansıdır? Allah daha doğrusunu bilir. Nafilə orucları çoxdur. Nafilə orucları çoxdur. Sən necə deyəcəksən? Buna nas olmalıdır, Emil. Yəni nas baxımından. Nas baxımından bəzi alimlər deyiblər, nafilə orucları nə qədərdir? Qardaş, 1-4 oruc var, 13, 14, 15 var, Aşura var, Arafa var, Zilhiccənin əvvəl orucları var, Şəvval var. Nafilə orucları çoxdur. Belə, məsələn, hədisdə gəlib ki, Allaha ən sevimli olan oruc hansı orucdur? Davud Peyğəmbərin orucu, bir gündən bir tutulan oruc. Bu, ona görə bəzi alimlər deyiblər ki, nafilə oruclarının içərisində, nafilə orucu deyəndə Ramazandan savayı olan, tutulan orucların içərisində ən əfsəl, Allaha ən sevimli olan oruc Davud əleyhissalamın orucudur. Bir gündən bir tutulan oruc. Ömər ibn Xattabdan, Emil, İbn-i Əbi Şeybənin Musannəfində varid olub bu. Və isnadı da səhihdir. İsnadı da səhihdir inşallah. Ömər ibn Xattab deyir ki, qeyri-Ramazanda, Ramazandan qeyri günlərdə oruc tutan, kim oruc tutarsa və həmin gün miskin yedizdirərsə, Ramazanda tutulan orucun savabını qazanır. Ömər ibn Xattab deyir. Ramazan deyil, qeyri-Ramazan günləridir. Oruc tutumsan. Həmin gün miskin yedizdirsən, Ramazanda tutulan orucun savabı necədir? Allahu Akbar. O savab sənə yazılır, deyir. Ona görə çalışmaq lazımdır ki, qeyri günlərdə oruc tutursansa, miskin də yedizdirəsən. Miskin də yedizdirəsən ki, Ömər ibn Xattab radiyallahu anhu deyib bu sözü. Bu isnadı səhihdir.